Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə Güvən 9-cu sinif kitabından adi və onluq kəsrlər mövzusunun izahına baxacağıq. Birinci sualdan başlayaq. Bizi deyir ki, adi kəsrlərin sayını tapın. Demişdik ki, adi kəsrlər necə kəsrlər idi? Kəsr xəttinin köməyi ilə yazılırdı və mənfi olmayan kəsrlər idi. Düzdür? Mənfi olmayan. Aha. Adi kəsrlər olmalıdır. Mənfidir deyən bunu ələdim. 4-də 3 düzgün kəsirdir və adi kəsirdir. 5-də 5 düzgün olmayan kəsirdir və adi kəsirdir. Mənfi olduğu üçün olmaz. Müsbət olduğu üçün götürürəm. Müsbət olduğu üçün götürürəm. Mənfi olduğu üçün götürmürəm. Demək 1, 2, 3, 4 dənə oldu. Yəni cavabımız oldu C variantı. Sadəcə istənilən mənfiləri çıxdım. Qalanları hamısı adi kəsirdir. Deyir kəsrlərdən neçəsi düzgün olmayan kəsirdir. Düzgün olmayan. Demişdik ki, düzgün olmayanda surət məxrəcdən ya böyük olur, ya da ona bərabər olur. Düzdür? Məxrəcdən. İndi axtarıram, baxıram ki, 2-də 1 düzgün kəsirdə olmaz. 3-də 3 olar. Çünki yuxarı aşağıya bərabərdir. Olmaz, düzgün kəsirdir. 8-də 5 olar. Çünki 8 5-dən böyükdür. 8-də 7 olmaz. 9-da 4 olmaz, düzgün kəsirdir. Demək, neçə kəsir oldu? 2 dənəsi oldu. Cavabımız oldu D variantı. Üçüncü suala baxıram. Deyir, məxrəci 12 olan neçə düzgün kəsir var? Düzgün kəsir olması üçün maksimum yuxarı neçə yaza bilərəm? Məxrəc 12-dirsə, maksimum 11 yazaram ki, düzgün olsun, düzdür? Demək, ən aşağısı 1 yaza bilərəm sürətə, ən yuxarısı 11 yaza bilərəm. Neçə dənə kəsir yaza bilərəm? Elə 11 dənə kəsir yazmaq olar, B variantı. Artıq 12 yazanda düzgün olmayan kəsir alınır. Dördüncü suala baxıram. Deyir, sürəti 6 olan neçə düzgün olmayan adi kəsir vardı? 6 yazdım. Məxrəcdə də düzdür, x yazıram. Məxrəcə qiymətlər qoymalıyam ki, düzgün olmayan olsun. Məsələn, mən bura 1 qoysam düzgün olmayan olar. 2, 3, 4, 5. Axırıncı bir də 6 qoysam düzgün olmayan olacaq. Düzdür, 6-da 6 alanda. Demək, 6 dənə qiymətində nə olacaqdır? Düzgün olmayan adi kəsir alacam. Daha sonra 5-ci suala baxıram. Deyir, A-nın neçə natural qiymətində A plus 2-də 7 kəsir düzgün olmayan kəsirdir. Tez düzgün olmayan kəsirin qaydasını yadıma salıram. Deyirəm ki, düzgün olmayan kəsir nə idi? Sürət, yəni 7. Bizdə hal-hazırda sürət hansıdır? Budur, düzdür, surətdir bu. A plus 2-də nədir bizdə? Məxrəcdir. Məxrəc. Biz demişdik ki, surət, yəni 7 ya böyük olmalıdır, ya da bərabər olmalıdır A plus 2-yə. Buradan A-nı tapmaq üçün mən neyniyərəm? A qalsın burada, işarət olduğu kimi qalsın yerində, düzdür? Üzü bu tərəfə baxsın. 2-ni götürüb keçirsəm 7-nin yanına minus 2 olacaq, düzdür? 7 minus 2 eləyəcək 5. 5 böyük bərabərdir A-dan. Demək, 5-dən kiçik ədədlər və 5-in özünü də götürə bilərəm. 1, 2, 3, 4, 5 olduqda deyəcəm ki, düzgün olmayan kəsirdir. Həqiqətən də belədir. Gətirin yerinə qoyun, baxın istəyirsiniz. Məsələn, bura 1 qoysam, A plus 2 neçə eləyəcəkdir? 1 plus 2 eləyəcək 3, üstə 7 olar. Axırıncı, məsələn, 5 qoysam bura, 5 plus 2, 7 ilə 7-də 7 düzgün olmayan kəsirdir. Yəni, 1-dən 5-ə qədər ədədlər. 5 dənə kəsir qoya bilərəm ora. Ədəd qoya bilərəm, daha doğrusu. 6-cı suala baxıram. Deyir, K-nın neçə natural qiymətində 9 bölünsün K kəsiri düzgün, 15 bölünsün K kəsiri düzgün olmayan kəsir olar. Birinci təriflərinə fikir verməliyəm ki, düzgün kəsir nəyə deyilir? Düzgün kəsir oydur ki, məxrəc sürətdən böyük olmalıdır. Yəni, K-ımız 9-dan böyük olmalıdır. Sonra deyir ki, kəsir isə düzgün olmayan kəsir olsun. Düzgün olmayan kəsirin qaydası nə idi? Surət, yəni hal-hazırda hansıdır surətimiz? 15-dir. 15 böyük olmalıdır və ya bərabər olmalıdır nəyə? K-ya. K 2 cür qiymət alır. Düzdür, bir 9-dan böyük ədədlər alır. 15-dən də kiçik və bərabər ədədlər. Baxıram ki, 9-un özünü yaza bilmərəm. Çünki 9 9-dan böyük deyil. Düzdür. 10 yaza bilərəm. 11 yaza bilərəm. 12 yazaram. 13 yazaram. 14 və sonuncu bərabərlik olduğu üçün aşağısında görürsünüz burada. 15-in özünü də yaza bilərəm. Yəni, neçə qiymət yaza bilərəm? 6 dənə qiymət yaza bilərəm. Y variantı doğru cavabımdır. 7-ci suala baxıram.
Deyir ki, 5 bölünsün n kəsri düzgün, 9 bölünsün n kəsri düzgün olmayan kəsirdirsə, mümkün qiymətlərinin cəmini tapın. Demək, baxıram, bura kəsir düzgün kəsirdirsə, demək, məxrəcimiz nə olmalıdır? Məxrəc, yəni n, böyük olmalıdır 5-dən. N 5-dən böyük qiymətlər alır. Yəni 6-dan başlayır, üzü yuxarı gedir. İndi baxıram, görüm, harada dayandıracam. Deyir, düzgün olmayan kəsir. Düzgün olmayan nə idi? Surət. Böyük olmalıydı nədən? Ya da bərabər olmalıydı məxrəcdən. 9 böyük bərabərdir n. Demək 9-dan kiçik və ona bərabər ədədləri ala bilər. Bir də 5-dən böyük ədədləri. Başlayıram 6, 7, 8, sonuncu 9 yaza bilirəm. Çünki altında xətt var. Altında xətt olanda götürmək olur. 6 olar, 7 olar, 8 olar, 9 olar. Məndən bu qiymətləri nə istəyir? Cəmini istəyir. 6, 7, 13. 13-dən də 17 eləyəcək 30 variantı. 8-ci suala baxıram. Deyir, n bölünsün 4 kəsri düzgün olmayan, n bölünsün 8 kəsri isə düzgün kəsir olarsa, n-in mümkün qiymətlərinin cəmini tapın. Demək, düzgün kəsirin tərifini yadıma salıram. Düzgün kəsir nə idi? Surət məxrəcdən kiçik olmalıydı. Düzdür, məxrəc böyük olmalıydı. Yəni, n bu surətdir. Bu məxrəcdir, düzdür? Məxrəc. Aha. Sürət məxrəcdən kiçik olmalıdır. Yəni, n-imiz 4-dən kiçikdir. Sonra gəlirəm, baxıram nəyə? Düzgün olmayan deyir. Üzrlü sayım burada düzgün olmayan deyir. Yəni, n-imiz 4-dən böyük və ona bərabər olmalıdır. Düzdür, düzgün olmayan deyir. N bölünsün 8 kəsiri isə düzgün kəsir olarsa, burada da düzgün kəsir. Aha. Demək, düzgün kəsir olması üçün n 8-də necə qiymət almalıdır? Kiçik qiymətlər almalıdır. 4-dən böyük bərabər, 8-dən kiçik qiymətlər hansılardır? 4-ün özü 5, 6, 7, 8 ala bilmir artıq, çünki altında xətt yoxdur. N-in mümkün qiymətlərinin cəmi istəyir bizdən toplayaq bunları. 4, 9, 15, 15-dən də 7, 22 eləyir D variantından düzgün cavabımız. 9-cu suala baxıram. Deyir, surəti 10 olan düzgün olmayan kəsirlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. Surət 10-dursa, düzdür? Ay, surət 10-dur deyir. Bir dəqiqə. Aha. Surətimizə 10 yazdıq. Düzgün olmayan kəsirlərdən ən böyüyü ilə ən kiçiyin cəmi. Demək, nə edirəm burada? Surətimiz 10-dursa 10-da 10 yazaram, düzdür? Ən böyük qiymət versəm burada. Burada neçə eləyəcəkdir? 1 eləyəcək kəsirimizin qiyməti. Bir də yaza bilərəm nə burada? 1 yazsam, məxrəcə 10 surətdə qalsa, 1-də 10, yəni 10 tamın özü. Bu verir mənə ən böyük qiyməti. Ən böyüyü. Bu isə verir ən kiçik qiyməti. Ən kiçik 1 ola bilər, ən böyük 10 ola bilər. Cəmini toplasam 11 verəcək D variantı. 10-cu suala baxıram, müqayisə sualıdır. Müqayisədə demişdik ki, sürətlərlə məxrəcləri eyniləşdirib tapa bilərik. Düzdür? Ya sürətləri, ya məxrəcləri eyniləşdirəcəm. Çünki ortaq ya məxrəc, ya da ortaq sürət tapılmalıdır. Yaxşı, amma burada məncə ehtiyac yoxdur heç. Baxıram nəyə? Məxrəclə surət arasındakı fərqə baxıram. 3 ilə 2 arasında bir fərq var. 4 ilə 3 arasında bir fərq vardır. 5 ilə də 4-ün arasında bir vahid fərq vardır. Düzdür? Aralarında bir vahid fərq vardır. Yəni, sürətlə məxrəc arasındakı fərq eynidir. Və kəsirlərimiz düzgün kəsirdirsə, onda məxrəci böyük olanı böyük götürün. Yaxşı, həmişə hansı ki ədədlər iridir, onları böyük götürürsünüz. Yəni, burada iri ədədlər 5 ilə 4 düzdür. Ona görə C daha böyük olacaqdır. Sonra B da böyük ədədlərdir, 4 ilə 3-dür, düzdür B-dan. O da böyük olacaqdır A-dan. Bunu yaddan çıxarmayın. Bu hazır qaydadır. C ən böyükdür, B-dır, o da A-dır sonrasında. C, B, A. Harada görürəm onu? Nəyi səhv yazdı? C, B, A. Hı -hı. Yoxdur. Hə, buradadır. Deyirəm. Tapa bilmirdim variantlarda. B variantında doğru cavabı görürəm. C böyükdür B-dən, o da böyükdür A-dan. Aha. Bir də yadda saxlayın ki, bunun iki versiyası vardır. Bir də düzgün olmayan halı var. Düzgün olmayan olanda. Məsələn, onu da deyim sizə.
2-də 3, məsələn 4-də 5, tutaq ki, bir də 3-də 4-ü müqayisə edirəm. Baxıram ki, bu düzgün olmayandır və sürətlə məxrəc arasında yenə bir vahid fərq vardır, düzdür? Hamısında bir vahid fərq vardır. Baxın, fikir verin. Amma burada bizə kiçik ədədləri böyük götürəcəyik. Baxın, 2-də 3 daha böyükdür. Sonra növbəti gəlir 3-də 4, yəni 2-də 3 ən böyükləridir. Sonra gəlir 3-də 4, sonra gələcəkdir 4-də 5 kəsri. Bu halda olacaqdır. Bunun səbəbi nədir? Çünki bunu qarışıq kəsrə çevirsəm, bu olacaqdır 1 tam 2-də 1, bu olacaqdır 1 tam 3-də 1, bu da olacaqdır 1 tam 4-də 1. Hamısının bir tamı vardır. Sürətlər eyni olduğu üçün necə kəsrləri müqayisə edirik? Məxrəci kiçik olan daha böyük olur, düzdür? Bu tərəfə çönür belə. 10-cu sualda da düzgün cavabımız oldu bizim B variantı. Çünki bizdə düzgün kəsrlər idi. Bir də oturub eyni sürətə, eyni məxrəcə gətirməyə ehtiyac yoxdur. Bunu baxan kimi görə bilərsiniz. Eyni sürətə də gətirib baxa bilərsiniz. Eyni məxrəcədə də fərq yoxdur. Yaxşı, 11-ci suala baxaq. 11-də. Baxıram nəyə? 9-da 35, 11-də 43. Aha, belə bir kəsirlər veribdir bizə. Və nə istəyir bizdən? Müqayisə etməyimizi istəyir. Necə eləyək? Görüm asan qaydası varsa onunla gedək. Yaxşı, gəlin bunu birinci qarışıq kəsirə çevirək, daha rahat gedək. Bu eləyəcəkdir 35-i bölsəm 9-a eləyəcəkdir 3 tam 9-da 8. Bu A variantıdır. B variantına baxsam, bölsəm eləyəcək 3 tam 10-da 9. Burada da bölsəm C bərabərdir. 11-i bölsəm 3 tam 11-də 33 bölünür 10 qalıq qalır, düzdür? Aha. İndi baxıram ki, hamısının tam hissəsi neçədir? 3 tamdır. Burada da 3 tam, burada da 3 tam, burada da 3 tamdır. Gəlirəm nəyi müqayisə edirəm? Baxıram aralarındakı fərqi. Yenə bir vahid fərq vardı. Yenə bir vahid fərq vardı. Yenə bir vahid fərq vardı. Düzdür? Aralarında hamısının sürətlə məxrəc arasında. Demişdik ki, ədədlər əgər iridirsə, onda böyük götürürdüm. Yəni C ədədləri daha böyükdür axı, düzdür? C böyük olacaqdı B-dan. O da böyük olacaqdı nədən? A-dan. C böyükdür, B böyükdür A. Harda görürəm? Bu variantında vardı. 12-ci suala baxıram. 12-də belə müqayisə edə bilərsiniz. Məsələn, baxan kimi görünür. 11-də 2 ilə 9-da 2 arasına baxsam müqayisəyə. Hər ikisinin sürəti 2-dir, düzdür? Onda bu halda demişdik ki, məxrəci kiçik olan daha böyükdür. Yəni 9-da 2 daha böyük olmalıdır. C böyükdür nədən? A-dan. Bunu nəqdi görürəm buradan. Keçirəm B ilə müqayisə aparıram. Görürəm ki, C ilə B arasında da məxrəclər eynidir. Düzdür? Məxrəclər hər ikisinin 9-dur. Onda sürəti böyük olan daha böyük olmalıdır. Yəni B C-dan da böyükdür artıq. B C-dan da böyük oldu. Demək, ən böyükləri elə B-dir. Sonra C-dir, sonra da A-dır. Y variantı doğru cavabdır. Ən kiçik olan oldu A. 13-cü suala baxıram. Burada da bayaq dediyim qayda burada ödənir. Baxın artıq 7-də 11, 19-da 23, 21-də 25. Sürətlə məxrəc arasında fərqə baxın. Burada fərqimiz 4-dür. Burada fərqimiz yenə 4-dür. Burada fərq yenə 4-dür. Nə edirik? Buna görə bunu qarışıq kəsirə çeviririk ilk öncə. Çünki düzgün olmayan kəsirdir. A bizə verir nəyi? 1 tam 7-də 4-dür. Sonra B variantına baxıram. 1 tam 19-da 4. C-yə baxıram. 1 tam 21-də 4 verir. Hamısının tam hissəsi 1 olduğu üçün birləri atıram. Müqayisədə lazım deyil birlərə baxmaq. Baxıram nəyə? 7-də 4, 19-da 4 və 21-də 4-ə. Sürətlər eyni olanda demişdik ki, məxrəci kiçik olan daha böyük olur. A böyükdür B-dən, o da böyükdür C-dən. Harda görürəm bunu? A B-dən böyükdür, B də C-dən böyükdür. Y variantında. 14-cü suala baxırıq. 14. Aha. Baxın, artıq dediyimiz qayda burada ödəməyəcək. 47 ilə 45 arasında 2 fərq var. 47 ilə 43 arasında 2 fərq var. Düzdür? Amma bunlara baxıram ki, hamısının məxrəci nədir?
47-dir. Hamısı məxrəci 47-dirsə, məxrəci eyni olan kəsirlərdə sürəti böyük olan daha böyük olurdu. Yəni A böyükdür B-dən, o da böyükdür nədən? C-dən. A B-dən böyükdür, o da böyükdür C-dən. Doğru cavabımız Y variantıdır. Hı -hı. Sonra baxıram 15-ci suala. Görürəm ki, 13-də 11 düzgün kəsirdir. Düzgün. Amma bu düzgün olmayandır. Olmayan. Bu isə düzgün kəsirdir yenə. Yadda saxlayın uşaqlar, düzgün olmayan kəsir həmişə düzgündən daha böyük olur. Çünki bunun tam hissəsi var. 15-i 13-ə böləndə 1 tam 13-də 2 düşür, düzdür? Bunun tam hissəsi olduğu üçün ən böyük olacaq bu. Bu hissənin də ən böyükdür. Sonra gəlirəm A ilə C-ni müqayisə edirəm. Baxıram ki, sürətləri eynidir A ilə C-nin, düzdür? Sürətləri eyni olan kəsrlər necə müqayisə edirdik? Məxrəci kiçik olan daha böyük olurdu. Yəni A da böyükdür nədən? C-dən. Ardıcıllığımız C-dən B-yə doğru olacaqdır artan sıra ilə düzəndə. C, B, yox. C, A, B. Bir dəqiqə, harada görürəm? C, A, B. Aha. D, A variantında görürəm. C ən kiçikdir, sonra A-dır, sonra B-dir. Ən böyüyü B-dir amma. 16-cı suala baxıram. 16-cı sualı eyni sürət, eyni məxrəcdə də həll edə bilərsiniz. Daha rahat qaydası vardır bunun. Baxıram ki, 9-u 4 nəyinsə kvadratıdır. Nəyin kvadratıdır? 9 3-ün, 4 isə 2-nin kvadratıdır. Demək, bunu yazıram yerinə. 3-də 2-nin kvadratı. A-nın yerinə yazıram. B-nin yerinə yazıram. 4-də 3-ün kvadratı. C-nin də yerinə yazıram. 5-də 4-ün kvadratı. Sonra gəlirəm bu kəsirlərin özlərini müqayisə edirəm. Baxıram ki, sürətlə məxrəc arasında bir fərq vardır. Sürətlə məxrəc arasında bir fərq var. Sürətlə məxrəc arasında bir fərq vardır. Əgər arasında bir fərq varsa, demişdik, kəsir düzgün kəsirdirsə, yəni aralarındakı fərq eynidir və kəsir düzgün kəsirdirsə, onda böyük rəqəmlər olan daha böyük olurdu. Düzdür? Məsələn, 5-də 4-ün ədədləri daha böyükdür. Yəni C böyükdür nədən? B-dən, o da böyükdür nədən? A-dan. C böyükdür B, böyükdür A. Harda görürəm? Y variantında. 17-ci suala baxıram. 17-də. Necə aparaq müqayisəmizi? Baxanda görünür ki, elə hamısında nə eynidir? Surətlər eynidir. Surətlər eynidirsə nə eynidir? Məxrəci kiçik olan daha böyükdür, düzdür? Kiçik olan böyük olurdu. 11, 12, 13. Demək, ən böyük oldu A, sonra oldu B, sonra oldu C. C ən kiçikləridir. C, B, A. Harda görürəm onu? A variantında. 18-ci suala baxıram. Deyir, ədədlərini müqayisə edin. İlk öncə gəlin B ilə C-ni müqayisə eləyək, daha rahat geçsin işimiz. Baxıram ki, 9-da 2-dir, 9-da 5-dir. Hər ikisinin məxrəcləri eynidir, 9-dur, düzdür. Sürəti böyük olan daha böyük olmalıdır. Yəni, içlərində C B-dən böyükdür. Hələ ki, bunu bilirəm. Buna əsasən gəlirəm, baxıram, A ilə müqayisə aparım. A ilə nəyi müqayisə aparaq? Gəlin C-ni müqayisə aparaq. Hər ikisinin sürəti eynidir, düzdür? Baxanda görünür. Demək, hər ikisinin sürəti eynidirsə, məxrəci kiçik olan daha böyükdür. Yəni, A C-dən də böyükdür. A C-dən də böyük olduğu üçün A-da keçir lap başa. Demək, içlərində ən böyük A-dır, sonra C-dir, sonra B-dir. C variantı doğru cavabdır. 19-cu suala baxıram. Deyir, A, B, C mənfi ədədlərdir. Aşağıdakı münasibətlərdən hansı doğrudur? Mən ilk öncə mənfi kimi yox, müsbət kimi bunu izah edeyim, sonra mənfi halına baxarıq. Deyirəm ki, A-nı 0.3-ə bölüblər, bərabər olubdur. B-ni 0.4-ə bölüblər, bərabər olubdur. C-ni də 0.5-ə böləndə bərabər olub. Tutaq ki, bunun hamısının cavabı 1-dir. Bu halda necə olar? 0.3-ə bölsəm 1 eləyər cavabımız? Təbii ki, 0.3-ü düzdür. B-ni 0.4-ə bölüblər, 1 eləyib cavabım. B neçə eləyər? 0.4-ün özü. C-ni 0.5-ə böləndə 1 eləyibsə, C neçə olar? 0.5 olar. Bu müsbət halıdır, düzdür? İndi mənə deyir ki, ədədlər mənfi ədədlərdir. Onda biz bunun hamısının qabağına nə qoyarıq bir dənə? Mənfi işarəsi. Təsəvvür edin ki, bu mənfi 1-ə bərabərdir, hamısının cavabı. İndi mənfi 0.3, mənfi 0.4, mənfi 0.5-i müqayisə edirəm. Demişdik ki, ədəd oxunda soldan sağa doğru ədədlər artır, düzdür? Bizdə də 0.3 harda yerləşir? İçlərində
0,3 bu tərəfdə yerləşir. Düzdür? 0,4 bu tərəfdə, 0,5 bu tərəfdə. Mənfi halına deyirəm ha. Demək ədədlər bu ardıcıllığına düzüldüyü üçün ən böyük olacaq hansı? Mənfi 0,3 olan. Yəni A böyükdür nədən? B-dən. O da böyükdür C-dən. Müsbət olsaydı C böyük olardı B-dən. O da böyük olardı A-dan. Amma mənfi olduğu üçün tam tərsi olur. A böyük olur B-dən. O da böyük olur C-dən. Yəni cavabımız oldu A variantı. 20-ci suala baxaq. 20-ci sual. Yaxşı, bu mötərizənin içində yazılma nə deməkdir? Bu dövr deməkdir, düzdür? Dövrdürsə nə dövr edir? 35-lər dövr edir. Bunun yerinə yazıram nə? 0,35, 35, 35, beləsinə gedir, düzdür? 35-lər dövr edir. Buna baxıram, burada dövr eləyən nədir? Nəyi mötərizənin içine alıblarsa o dövr edir. Yaxşı, 0,3, 53'lər dövr edir. Düzdür? 53, 53, 53. Belə gedir. Sonra baxıram C variantına. Burada 0,3. Burada da 5'lər dövr edir. 5, 5, 5, 5. Belə gedir. Mənə deyir ki, bunları müqayisə elə. Baxıram ilk öncə tam hissələrinə. Hamısının 0 tamdır, düzdür? 0 tamlar getdiyi üçün müqayisə edə bilmirəm hal-hazırda. Baxıram sonra vergüldən sonraki ədədlərə, yəni onda birlər mərtəbəsinə baxıram. Hamısında 3 olduğu üçün bunlar da müqayisə apara bilmirəm. Hələ bilmirəm hansı böyükdür. Baxıram sonra yüzdə birlər mərtəbəsinə hamısı 5'dir. Baxıram sonrasında nəyə? Mində birlər mərtəbəsinə. Birində 3'dür, digərində 3'dür, o birində 5'dir, düzdür? Ona görə də 5 olan daha böyük olmalıdır. Bu hansı idi hisslərində? C idi. C hisslərində ən böyükdür. C-nin böyük olduğu hala baxıram. Məsələn, Y variantını silirəm. Burada C böyük deyil. A variantını silirəm, bərabər qoyubdur. Burada C böyükdür, burada C böyükdür. Məsələn, D variantında C A-dan böyükdür yazıb. Gəlin hələ D variantını silməyək, qalsın bu. Sonra baxaq. Yəni gəlirəm A ilə B-nin müqayisəsinə. Görürəm ki, elə bu ardıcıllıq həmişə eyni cür dövr edib gedəcəkdir, düzdür? Bax, sonrasında 3, 3, 5, 5, 3, 3, 5, 5, düzdür? 3, 5, 3, 5 belə gedir. Ardıcıllığımız eyni getdiyi üçün elə A da B-yə nədir? Bərabərdir buradan. A B-yə bərabərdir. Amma C ən böyüklərdir hisslərində. O da sizin cavabım oldu B variantı. Bunun açılışını da açaq uşaqlar. Bunun açılışı nə idi? 99'da 35'dir. Bunun açılışı nədir? 9, 9, 2'dən 9 yazıram, bir dənə 0. 353'dən çıxıram 3'ün 350 qalır. Həqiqətən də baxın, burada sıfırları silsəm qalacaq elə 99'da 35. Yəni A, B-yə bərabərdir həqiqətən də. 21-ci suala baxıram. 21. Deyir, ədədlərini müqayisə edin. Belə eləyək. Hamısını onluq kəsir şəklində yazaq. Bunu yazıram yerinə nə? 0,10'da 2. Bu dövrdə 2'dir. Bu da 0,15'dir. Baxıram ki, 0,10'da 2. Demişdik ki, istədiyin qədər 0 yaza bilərsən, düzdür? Bundan sonra heç birinin mənası yoxdur. Bu sıfırlarla davam edir belə. Dövrdə 2 nə deməkdir? 0,2'lər dövr edir. Beləsinə dövr edir, gedir. Sonra 0'dan dövrdə 15. Burada nələr dövr edir? 15'lər dövr edir. Düzdür? 15, 15, 15. Belə gedir. Baxıram, indi ilk öncə tam hissələrinə. Hamısında 0'dır. Müqayisə edə bilmirəm. Amma baxıram, onda birlər mərtəbəsinə. O dəqiqə görürəm ki, C ən kiçiklərdir. Çünki burada 1 gəlib, bu ikisində 2 gəlibdir. Demək, C kiçikdir. Aha. Baxıram indi A ilə B-nin müqayisəsinə. Bu A-dır, bu B-dir. Sonrasında burada 0 gəlib, burada 2 gəlibdir. Demək 2 daha böyük olduğu üçün bu da A-dan böyükdür. Bu da A-dan böyükdür. Yəni A ortaya düşdü artıq. Demək ən böyük oldu B, sonra oldu A, sonra oldu C. O da hansı variantda görürəm? A variantında görürəm. A variantı doğru cavabdır. İstəsəniz bunu adi kəsir formasına salıb elə də baxa bilərsiniz. Amma belə daha rahat gəlir mənə. Baxıram 22-ci suala. Eyni ilə burada. 3 tam %56. Sonrasında nədir bunun hamısı? 0'dır, düzdür? 0 istədiyim qədər yaza bilərəm. 3 tam burada nə dövr edir? 6'lar dövr edir. Yəni sonsuz 6 gəlir burada. Belə, belə, belə 6 gedir, gedir.
Sonra C variantına baxıram 3 tam. Burada dövr eləyən nədir? 56-dır. 56, 56, 56 beləsinə gedəcəkdir 56 deyə. İlk öncə tam hissələri müqayisə edirəm, eynidir. Onda birlər müqayisə edirəm, eynidir. Yüzdə birlər eynidir. Gəldim hara baxıram? Mində birlər mərtəbəsinə baxıram. Görürəm 6-dır, 5-dir, 0-dır. Elə buradan bilirəm hansı böyük olduğunu. Buna A demişəm, buna B demişəm, buna C demişəm. Görürəm ki, B içlərində ən böyükdür. 6 böyük olduğu üçün sonra 5 böyükdür burada C, sonra da A. I, C, A hardadır? B variantında. 23-cü suala baxıram. Kəsirləri müqayisə etməyi tapşırır mənə. Baxıram, görürəm ki, kəsirlərin məxrəcləri də fərqlidir, sürətləri də. Amma mən sürətlərini eyniləşdirsəm daha rahat olar mənə işim, düzdür? Bunun hər tərəfini 100-ə vuraram ki, məxrəc olsun, sürət olsun 1000, düzdür? Məxrəcdə də 3200 aldım burada. Bunun hər tərəfini 10-a vuraram ki, sürətim olsun neçə? 1000 olsun. Bu da onsuz da 1000'dir də, düzdür? Hamısının sürətini eyniləşdirdim. Ortaq sürət tapdım hamısına. Hamısının sürəti eynidir. Sürət eyni olanda nə edirdi? Sürət eynidirsə, məxrəci kiçik olan böyükdür. Məxrəci kiçik olan. Məxrəc kiçik hansıdır? A-dır. Daha böyükdür. Nədən? B-dən. O da böyükdür C-dən. A böyükdür B, böyükdür C. O da Y variantındadır. Daha sonra 24-cü sual. Hı hı. 24-cü sual. Ne istəyir bizdən? Deyir ki, müqayisə edin. Aha. Birində neyinibdir? Baxıram ki, bunu vurub işimi çətinləşdirməyəcəm. Baxıram ki, burada məsələn A variantında 9-da 8-i vurub 3-də 2-yi. Amma burada 9-da 8-i vurub da 5-də 4-ə, düzdür? Hər ikisində ortaq nə vardı? 9-da 8 vardı. İndi baxaq görək hansında daha böyük cavab ala bilərəm mən. 3'də 2 ilə 5'də 4'ün müqayisə edirəm. 3'də 2 ilə 5'də 4'ü müqayisə edirəm. İstəyirsiniz eyni sürətə gətirin, amma mən bayaq dediyim qaydadan istifadə edəcəm. Baxıram ki, aralarında bir fərq vardı, düzdür? Aralarında bir fərq olanda ədədlər böyükdürsə daha böyük cavab alırdım. Yəni bura daha böyük olmalıdır. Həqiqətən də baxın, buranın sürəti 4 olsa, bura 6 olacaq. 5'də 4, 6 4-dən daha böyükdür. Çünki məxrəci kiçik olan daha böyük olurdu. Demək, məsələn, B ilə A-nı müqayisə eləsəm, mən buradan görəcəm ki, B A-dan daha böyükdür. B A-dan böyükdür. Məsələn, C variantını elədim. B doğrudur. B A-ya bərabərdir yazıb. B A-dan böyükdür burada, amma burada Y variantının B A-dan kiçikdir. Gəlirəm, digər bir tərəfdən müqayisəmə baxıram. Görürəm ki, B ilə də C-də nə vardı ortaq? Burada hər ikisində 5'də 4 vardı. Düzdür? 5'də 4'lər qalsın burada. Mən 9'da 8 ilə 3'də 2-ni müqayisə edirəm. Yenə baxıram ki, sürətlər arasında bir fərq vardı. Bir fərq olanda rəqəmlər iridirsə o daha böyük olurdu. Düzdür? B da C-dan böyükdür. B-nın C-dan böyük olduğunu tapdım. Amma bilmirəm C A-dan böyükdür yoxsa yox. Gəlin C ilə A-nı müqayisə aparaq. C ilə A-ya. C ilə A-da ortaq nə vardı? Baxıram ki, hər ikisində 3'də 2 kəsiri vardı. C ilə A-da. Baxıram nəyə? 9'da 8 ilə 5'də 8-i müqayisə edirəm. Demişdik ki, 9'da 8-in rəqəmləri daha iri olduğundan, çünki hamısının arasında fərq eynidir. Bu fərq eyni olan halda da düzgün kəsir olduğu üçün 9'da 8 daha böyük olacaq. Yəni ən böyükləri olacaq A, sonra olacaq B, daha sonra olacaq nə? Bir dəqiqə. Biz nədir burada? C-ni A-dan böyük, yox, A-nı C-dan böyük tapdıq. Düzdür? A C-dan böyükdür. Bir dənə tələsməyək. Bir dənə A ilə B-nin müqayisəsinə baxaq. Hə, C-da A-da C-dan böyükdür. Hə, tamam. Burada yazmışıq artıq. Demək, ən böyükləri oldu burada B, düzdür? Sonra oldu A, burada da C. Və salam, beləsinə bir ardıcılıq aldım. Aşağıda B'nin A'dan böyük olduğunu tapmışdım axı. Ən böyükləri B'dir ki, B həm A'dan, həm də C'dən böyükdür. A da C'dən böyük olduğunu tapdığım üçün ardıcılığım bu formanı aldı. B böyükdür A, böyükdür C. D variantı doğru cavab olacaqdır. 25-ci sual deyir, kəsirlərdən neçəsi bərabərdir? Yaxşı, baxaq.
Görürəm ki, burada 7-də 2 kəsilir. Hər tərəfin sürətini də məxrəcini də 2-yə vurublar. 14-də 4 kəsilir. Yəni ixtisar eləyək, daha rahat keçsin bu. Bu nə eləyər bizdə? 7-də 2 eləyər. 16-da 17 ixtisar getmir. Bu getdi. 21-də 6-nı ixtisar eləsəm, 3-ə ixtisar eləsəm qalacaq 7-də 2. Bu da eynidir. Burada da hər tərəfin 5-ə ixtisar eləsəm qalacaq 7-də 2. Bir dənə 7-də 2, bir dənə 7-də 2, 7-də 2, 7-də 2. 4 dənə kəsirimizin cavabı eynidir. C variantı bərabər kəsirlərdir. Daha sonra deyir aşağıdakı kəsirlərdən hansı ən kiçikdir? Aha, hansı ən kiçikdir? Yaxşı, baxıram ki, sürətləri eyniləşdirmək daha rahatdır məncə. Hamısının ortaq sürət tapsam 30 olar, düzdür? Bunun 30 olması üçün 3-ə, 2-yə, 5-ə, 1-ə bölünən ən kiçik ədəd 30-dur. 30 olması üçün mən 10-a vurmuşam, olacaq 50. Bunun 30 olması üçün bir dənə silməyək üstündən. Aha. Bunun ortaq sürəti 30 bölünsün. 30 olması üçün 15-ə vurmuşam, düzdür? 15 dəfədə 7 neçə eləyir? 105 eləyir. Bura baxıram, 30 olması üçün mən 6-ya vurmuşam. 6 dəfə 17 eləyəcək 112. Yox, 102. 102. Sonra daha sonra bura 30 eləsəm, məxrəc neçə olacaq? 180. Burada da 30 eləsəm, 6-ya vurmuşam deyəm. Bunu da 6-ya vurmalıyam. Olacaq 48. Demişdik ki, sürətlər eynidirsə, məxrəci kiçik olan daha böyükdür. Məxrəci kiçik olan da 48-dir. Ona görə ən kiçik cavabımız olacaq Y variantında. Ortaq məxrəc biraz çətin olardı bizə. Deyir ki, kəsrin məxrəcini 4 dəfə artırsaq, kəsrin qiyməti necə dəyişər? Bir dənə kəsr yazıram. Məsələn, A bölünsün 5 yaşına. Yəni, B-də A kəsri yazıram. Mənə deyir ki, kəsrin məxrəcini 4 dəfə artırsaq. Məxrəc budur, düzdür? 4 dəfə artırsam, olacaq 4 dənə B. Mən sizə demişdim ki, məxrəc ilə kəsrin qiyməti tərs mütənasibdir. 4 aşağıda qaldığı üçün deyəcəm ki, 4 dəfə nə olacaq? Azalacaq. Əgər məxrəcdə qalsa deyəcəm azalacaq, sürətdə qalsa deyəcəm artacaqdır. Yadan çıxarmayın bunu. 28-ci suala baxıram. Deyir, kəsrin sürətini 4 dəfə azaldı. Bir dənə kəsir yazıram buradan. B-də A kəsiri yazıram. Deyir, mənə kəsrin sürətini 4 dəfə azaldı. Mən kəsrin sürətini A demişəm, axı, düzdür. A-nı 4 dəfə azalsam, olacaq A bölünsün 4. Məxrəc hələ haqqında bilmirəm. Hə, məxrəci də deyir ki, 8 dəfə artırsaq. 8-i vursam B-yə olacaq 8 dənə B. Əsas kəsir xəttim buradadır. Görürsünüz, buradakı xətt. Aha. Yəni, mən yuxarıdakı surəti bölməliyəm nəyə? Məxrəcə. Bu da nə deməkdir? A bölünsün 4 bölünsün 8B deməkdir. 8B-ni tərsinə vurmalıyım. A bölünsün 4-ü vururam. 1 bölünsün 8B-yə. Hər ikisi məxrəcdə olduğu üçün ixtisar getməz. Demək, vurmaq lazımdır burada. Alıram 32B. Yuxarıda qalır bir dənə A. 32 məxrəcdə qaldığı üçün deyəcəm ki, 32 dəfə azalar. Harada görürəm onu? Y variantında görürəm. 32 dəfə azalar. 29-cu sual. Deyir ki, kəsirin sürətini 6 dəfə azaldı. Məxrəcini 2 dəfə artırsaq, kəsirin qiyməti necə dəyişər? Demək, kəsrin bir dənə kəsir yazaq. Tutaq ki, M-də N kəsiri olsun. Surətini deyir 6 dəfə azaldıb. Surətini 6 dəfə azalsam, N bölünsün 6 olacaqdır. Bu surəti idi axı, düzdür. Kəsir xəttini çəkdim yerinə. Məxrəcini deyir 2 dəfə artırsam. 2 dəfə artırsam 2 dənə M olacaqdır. Yəni, mən N bölünsün 6-nı, yəni N bölünsün 6-nı bölməliyəm 2M-ə. Bölmək nə deməkdir? Tərsinə vurmaq deməkdir. İkincinin tərsinə vurmaq. 1 qalxır yuxarı, 2M düşür aşağıya. Burada da 2 dəfə 6-ın 12M, N. Əvvəl N bölünsün M idi, indi artıq N bölünsün 12M oldu. 12 məxrəcdə qaldığı üçün nə deyəcəm? Deyəcəm ki, 12 dəfə azalar. Z variantı. 30-cu suala baxıram. Yəni, N bölünsün N kəsiri götürək. Deyir ki, kəsirin sürətini 4 dəfə azaldıb. Sürətimiz M-dir. M-i 4 dəfə azalsam, M bölünsün 4 olacaqdır.
Kəsirin məxrəcini 2 dəfə artırsaq, məxrəcini 2 dəfə artırsaq 2 dənə n olacaqdır. Yəni n bölünsün 4-ü bölməliyəm 2 dənə n-ə. N bölünsün 4'ü vururam 1 bölünsün 2n'ə. Bu da eləyir 8n-də m. 8 məxrəcdə qaldığı üçün deyəcəm ki, 8 dəfə azalar. Surətdə qalsaydı 8 dəfə artardı. 31-ci suala baxıram. Deyir ki, kəsirin sürətini 2 dəfə artırıb, yenə m bölünsün n şəklində götürək ədədi. 2 dəfə artırsam olacaq 2m. Məxrəcini 6 dəfə azaltsaq n bölünsün 6 olacaqdır. Əsas kəsir xəttim buradadır. 2m-i bölürəm n bölünsün 6-ya. Yəni 2m-i vururam tərsinə bunun. 6 qalxır yuxarı, n düşür aşağı. 2 dəfə 6 nə edir? 12. Hər iki surətdə olduğu üçün ixtisar getməz. M bölünsün n. 12 surətdə qaldığı üçün deyəcəm 12 dəfə artar. Görmürəm. Hə, 31-ci sual idi. Hə. 12 dəfə artar. Oldu D variantı. 32-ci suala baxaq. Deyir, kəsirin sürətini 12 dəfə, məxrəcini isə 2 dəfə artırsaq, kəsirin qiyməti necə dəyişər? Kəsirin sürətini 12 dəfə, məxrəcini 2 dəfə artırsaq. Məsələn, n bölünsün n şəklində göstərirəm. Deyir, sürətini 12 dəfə artır, olacaq 12m. Məxrəcini də 2 dəfə artırsam, olacaq 2n. 12 ilə 2 ixtisar gedir, qalır 6. 6 harada qaldı? Surətdə. Deyəcəm ki, 6 dəfə artar. Və sonuncu variantı. Bu daha rahat idi. 33-cü suala baxıram. Deyir ki, kəsirin sürətini 4 dəfə artırıb, yenə m bölünsün n kəsiri götürürəm. Sürətini 4 dəfə artırsam olacaq 4 dənə m. Məxrəcini 2 dəfə azaltsaq, n bölünsün 2 olacaq, düzdür? 4m-i bölməliyəm m bölünsün 12-yə. 4m, kəsir xətti bölmə deməkdir axı. M bölünsün 2-yə bölürəm. Yəni tərsinə vururam. 4m vurulsun, 2 qalxır yuxarı, n düşür aşağı. 2 dəfə 4-ünü eləyəcək 8, m bölünsün n. Hər ikisi surət olduğu üçün ixtisar getməz. C variantı doğru cavabdır. 34-cü suala baxıram. Deyir ki, aşağıdakı kəsirlərdən hansı bu kəsirlərin arasında yerləşir? Məxrəcə baxıram ki, gah 24 yazıbdır, gah 48 yazıb, düzdür. Aşağıdakılardan hansı deyildi? Ona görə aşağıya baxacağım mən də. Bunların hər ikisini gətirəm 24-ə ya da 48-ə fərq eləməz məxrəcində. 24 yazsam, bunun 24 olması üçün mən 8-ə vurmuşam. Onda bunu 8-ə vursam, düzdür, olacaq 16. Arasında yerləşir deyən bilmirəm hansı kəsiri götürəcəm aşağıdakılardan. 24 olması üçün nəyə vurmuşam bunu? 6-ya vurmuşam. Onda bunu da 6-ya vuram 18. 24-də 16 ilə 24-də 18 arasında bir dənə 24-də 17 vardı. O da Y variantında vardı. Daha heç 48 halını yoxlamıram da heç. 35-ci suala baxıram. Deyir, kəsir aşağıdakılardan hansıdır? Arasındakı kəsir deyir. Baxıram məxrəcə, görürəm ki, 15, 30 belə gətiribdir. Düzdür məxrəcləri. Gəlin birinci 15 halına baxaq. Mən bunun məxrəcinə 15 yazsam, 15 olması üçün mən 5-ə vurmuşam. Onda bunu da 5-ə vururam. 15-də 5. Bunun 15 olması üçün mən nəyə vurmuşam? 3-ə vurmuşam. Onda bunu da 3-ə vururam. Eləyir 15-də 6. Baxıram ki, 15-də 5 ilə 15-də 6-nın arasında heç də yerləşmir. Demək, 15 olanların heç biri olmaz. 15 olanları sildim. Gətirəm məxrəci 30 olan şəkildə. Bu dəfə bu variantındakı kimi baxıram. 30 olsa məxrəcimiz, 30 olması üçün mən nəyə vurmuşam bunun? 3-də 1-in 30 olması üçün 10-a vurmuşam. Onda 1-i də 10-a vurdum, oldu 10. Burada da 5'də 2 idi. Düzdür, kəsirimiz 5'də 2'nin məxrəci 30 olması üçün mən 6'ya vurmuşam. Onda bunu da 6'ya vursam olacaq 12. 30'da 12. 30'da 10 ilə 30'da 12'nin arasında 30'da 11 var. Aha, Y variantını gördüm onu. Y variantı doğru cavabımızda. 36-cı suala baxaq. Deyir yenə 5'də 3 ilə 3'də 2 arasındakı kəsri tapın. Aha. Yaxşı, gəlin baxaq. Yenə məxrəcə baxıram ki, gah 15-dir, gah 30-dur. Bunun məxrəci 30 olan şəkildə göstərək. Baxaq görək 30-lardan daha çox cavab var deyəsən. Yox. Nəysə, 30 olan şəkildə göstərmək istəyirəm bunu. 30 olması üçün nəyə vurmuşuq? 6-ya vurmuşam, düzdür? 30-da 18 eləyəcəkdir yuxarısı. Burada da 30-da
20 eləyəcək. 30-da 18-nin 30-da 20-nin arasında 30-da 19 vardı D variantında. Heç 15 halına baxmıram da. 15-ə də baxa bilərsiniz. Məsələn, burada neçə eləyəcəkdi? 15'te olması için 3'e vurdum 9. 15 olması için neye vurdum? 5'e vurdum elədi 10. 15'ten 10 ile 15'te 9 arasında ədəd yoxdur axı düzdür. Ona görə aşağıdakilərdən heç biri ödəməyəcəkdi bu halda. 37-ci suala baxaq. Deyir, aşağıdakılardan hansı bunun arasında yerləşir? Aha. Məxrəci ilk öncə 24-ə gətirirəm hamısında. 24 olması üçün nəyə vurmuşam? 8-ə vurmuşam. Onda bunu da 8-ə vursam olacaq 8. Bir dəfə 8-in. Bunu da 24 olması üçün nəyə vurmuşam? 3-ə vurmuşam. Onda 3-ü də 3-ə vursam 9. Baxıram ki 24-də 8 ilə 24-də 9 arasında heç də yerləşmir. Bunları sildim 24 olan cavablar. 10 vəbşə heç baxmıram. Ortaq məxrəc deyil. Sonra 48 halından baxıram. 48 olanda ama ixtisar olsaydı olardı. Bu halı da simyərdik gərək, amma nəysə. 48-ə baxaq. 48 olması üçün mən 3-də 1-in 48 olması üçün 16-ya vurmuşam. Onda bunu da 16-ya vuracağım. Olacaq 48-də 16. Burada da eləyəcəkdik 48-də 8-in 48 olması üçün 6-ya vurmuşam. Onda 3-ü də 6-ya vursam eləyəcək 18. 48'de 17 yerləşir ikisinin arasında. D variantı doğru cavabdır. 38-ci sual deyir ki, x neçə fərqli qiymət alar? Baxıram ki, kəsilən müqayisə eləmək üçün eyni məxrəcə gətirmək lazımdır. Çünki bunun sürətindən xəbərim yoxdur neçədir. X verir, baxın burada görürsünüz. Aha. Mən bunu yazaram yerinə. 15'te 1'in yerine məxrəc, ortaq məxrəc tapsam hamısını 60 olacaq. 60 olması üçün mən bunu 4'ə vurmuşam. Hər tərəfini düzdür. Bir də 4'ə vursam eləyəcək 4. 60'da 4'dən böyük olmalıdır 60'da x. Burada da 60 olması üçün nəyə vurmuşam? 10'a vurmuşam. Onda bunu da 10'a vursam 60'da ondan da kiçik olmalıdır. Baxıram ki, altında xətt olmadığı üçün özlərini götürə bilmirəm. Nə 4'ü, nə də 10'u. Başlayıram 5 verirəm, x-ə 6 verirəm, 7 verirəm, 8 verirəm, 9 verirəm. Yəni 5 dənə qiymət ola bilər. A variantı. 39-cu suala baxıram. Deyir, neçə fərqli tam qiymət ala bilər? Yenə baxıram məxrəclərə. Ortaq məxrəc tapıram, buna 36 eləyər. Ortaq məxrəcimiz elə. 36 olması üçün 3'ə vurmuşam. Onda bunu da 3'ə vursam eləyəcək 36'da 3. Böyükdür 36'da x. Kiçikdir 36'da. Böyükdür daha doğrusu 36'da 9'dan. Aha. 3'dən 9 aralığına düşməlidir x'in qiymətləri. 4, 5, 6, 7, 8 ödəyər. Bu da 5 dənə qiymət var. C variantı doğru cavabdır. 40-cı sualına baxıram. Asan bir sualdır. Ədədin hissəsinin tapılmasını 28 ədədinin 4'də 3 hissəsini istəyir bizdən. Məxrəcə bölüb sürətə vururduq. 28'i böləcəm 4'ə, vuracam 3'ə. O da eləyəcək 21 variantı. 41-ci suala baxaq. Deyir, Ramin 376 səhifəli kitabın 4'də 1'ini oxumuşdu. Görə nə qədər oxuyubdur Ramin? 376-nın 4'də 1'ini də tapa bilərsən, amma gəlin daha rahat gedək. Bir kitab tamamdan ibarətdir, düzdür? Tam da nə deməkdir? Tamdan ibarətdirsə, tam 4'də 4 deməkdir. Nə qədərsini oxuyubdur? 4'də 1-ini, düzdür? 4'də 1-ini oxuyubdur. Bəs nə qədər qalıbdır onda? 4'də 3 oxunmamış qalıbdır. Oxunmamış. Çünki məndən də oxunmamış istəyir. Boşuna tapmıram mən də oxunmamış hissəni. Elə birbaşa gəlin 376-nı 4'ə bölək 3'ə vuraq. Oxunmamış hissəni birbaşa tapaq buradan. Buraya eləyəcək 99 vurulsun 3. 99'u da 3'e vursam neçə eləyəcək? 270, 27, 297. Neyse səhv hesaplamadıq. Ha, 94 eləyir burada. Səhv hesaplamışam. 94, 94'de 3'e vursam 270, 282 eləyir. C variantı. Düzdür. 396 olarak düşürmüştüm, ona göre 376'ymış bu. Yəni C variantı. Və yaxud da neyniyərəm? İkinci yol olaraq 376-nı bölərəm 4'ə vuraram 1'ə oxunmuş hissəni taparam buradan. Eləyəcək 94 səhifə.
94 səhifəsini oxuyubsa 376-dan çıxaram 94-ünü. O da qalar 282 C variantı. Yenə fərqli bir şey deyil, eyni şeydir. İkisindən hansını istəsəniz rahat gəlsə istifadə edə bilərsiniz. 42-ci suala baxıram. 72-nin 8-də 5 hissəsini istəyir məndən. 72-ni 8-ə bölüb 5-ə vuracam. O da eləyəcək 45. 9 dəfə 5-in A variantı. Daha sonra 43-cü sual. Deyir ki, şagird 460 səhifəli kitabın 400 hissəsini oxudu. Gəlin biz tapaq görək, oxunmuş hissə nə qədərdir? 460-ı böləcəm 4-ə, vuracam 3-ə. Bu da eləyəcək 115 vur 3, 345. 345 səhifəni oxuyubdu. 460-ın 345-ini oxuyubsa nə qədər qalıb yerdə? 115 səhifə qalıbdı yerdə. Y variantı. 44-cü suala baxıram. Üstdə 2 hissəsi 18 olan ədədi tapın. Artıq bu hissəsinə görə ədədin tapılmasıdır, düzdür? Tam tərsidir elədiklərimizin. Demək, ədədin özünün nə olduğunu bilmirəm. 3-ə bölüblər, 2-yə vurublar, cavabda 18 tapıblar. Biz bu ədədi tapmaq üçün nə edəcəyik? Geriyə gedəcəyik. 18-i 2-yə bölüb 3-ə vuracağam. Bu da eləyəcək necə? 9, 27. Hansı ədədiymiş ədədimiz? 27. Ədədi vermir baxın mənə. Eyni ilə 45-ci suala baxıram. Deyir, 4-də 3 hissəsi 24 olan ədədi tap. Hansı ədəddir ki, 4-ə bölüb 3-ə vuranda 24 eləyir həmin ədəd. 24-ü 3-ə bölüb 4-ə vuracam. O da eləyəcək 32. Y variantı. 46-cı suala baxıram. Deyir, 5-də 2 hissəsi 18 olan ədədi tapın. Yenə eyni sual. Hansı ədəddir ki, 5-ə bölüb 2-yə vuranda cavabda 18 alıram. 18-i 2-yə bölüb 5-ə vuracam əksinə. 18 bölünsün 2 vurulsun 5. O da eləyir 45. D variantı. 47-ci suala baxıram. Hansı ədədin, bilmirəm ədəd neçədir, 3-ə bölüb 2-yə vuranda 36 eləyir. Cavabımız 36-nı 2-yə bölüb 3-ə vuracam tərsinə. 36 bölünsün 2 vurulsun 3. Bu deyil 54. Yəni D variantı. 48-ci suala baxıram. Deyir 5-də 4 hissəsi 60 olan ədədin birinci nəyi tapmalıyım? Ədədin özünü, düzdür? 4-də 1 hissəsini tap. Ədədin özünü bilmirəm nədir. 5-də 3 hissəsi verib ona 60-ı. Geriyə gedib nə edəcəm? 60-ı 3-ə bölüb 5-ə vuracam. 60 bölünsün 3 vurulsun 5. O deyilir 100. Bu ədədi tapdım artıq. Ədədim neçəymiş? 100. Deyir mənə ədədin 4-də 1 hissəsini tap. Yəni 100-ün 4-də 1-ini tap. O da eləyəcək 25. 4-ə böl 1-ə vur. D variantı. 29-a baxaq. Deyir 11-də 3 hissəsi 18 olan ədədi tap. Hansı ədəddir ki, 11-də 3 hissəsi 18-dir. Əksinə 18-i 3-ə bölüb 11-ə vuracağım. 18 bölünsün 3 vurulsun 11. 6 dəfə 11-in 66. B variantı. 50-ci suala baxıram. Aha, yaxşı. Birinci bu misala baxanda qarma-qarışıq görünə bilər, amma çox sadə sualdır. Əsas kəsir xəttim buradadır mən. Onu dərk eləməliyəm burada. Kəsir xəttinin surəti budur, düzdür? Bu surətdir. Bu da məxrəcdir. Aşağı. Məxrəc. Yəni burada yer ayrım təmiz şəkildə yazaq bu misalı. Yaxşı. Mən birinci surət hesablayıram. Surət. Nəyə bərabər olacaqdır? 9-da 2 ilə toplayıram 3-də 1-i. Eyni məxrəcə gətirməliyim kəsirləri toplamaq üçün, düzdür? Ortaq məxrəcim olacaq 9, 9-da 2 plus 9 olması üçün nəyə vurmuşam? 3-ə vurmuşam, onda bunu da 3-ə vursam, eləyəcək 9-da 3. Elədi 9-da 2 ilə 3-ü toplasam, elədi 5. Surətin cavabı elədi 9-da 5. Gəlirəm məxrəci hesablayıram. Məxrəc. 9-da 2-dən çıxmalıyam 3-də 1-ini. Bunun üçün nə edirəm? Eyni məxrəc tapıram. 9-da 2 çıxılsın 9-da 3. Düzdür?
Çıxa bilmirəm deyən mənfi alınacaqdır. Böyükdən kiçiyi çıxıram, böyüyün işarəsini qoyuram. 9-da 3-dən 9-da 2-sini çıxıram, 9-da 1 mənfi alınır. Mənfi 9-da 1. Bu surətin cavabıdır, bu məxrəcin cavabıdır. Kəsr xətti mənası nə deməkdir? Kəsr xətti var, düzdür? Xətti bölmə deməkdir. Bölmə deməkdir. Ne edirəm? Surəti, yəni 9-da 5-i bölürəm mənfi 9-da 1-ə. Demişdik ki, kəsri böləndə ikincinin tərsinə çevirib vururlar. 9-da 5-i vururam. 9 qalxır yuxarı, 1 düşür aşağı, mənfi 1-də 9-a. 9-lar islah gedir, qalır mənfi 5 bölünsün 1, o da edir mənfi 5. Buranın cavabı mənfi 5-dir. Sonda bir dənə də mənfi 5-in üstündən gəlməliyəm. Buradakı 4'ü görürsünüz. Plus 4 vardı. Mənfi 5 ilə də 4'ü toplasam eləyəcək mənfi 1. Yəni cavabımız olur A variantı.